Başlayaq. Bizim bugünkü mövzumuzun ilk hissəsi olacaq alış və yaxud da ki, satış müqaviləsi. Alış və satış müqaviləsi ikisi də eyni anlayış, alqı-satqı müqaviləsi gedir. Müqavilə, öncə ondan başlayaq. İstənilən ticarət formasının ilkin sənədi müqavilədir. Bir nömrəli sənəddir. İlk öncə müqavilə bağlanılır. Müqavilə nədir? Müqavilə iki şəxs və yaxud da iki mülkiyyət sahibi və yaxud da ki, öz həyatını idarə etmədə olan insanların şəxsiyyət sahibi qarşı tərəfin razılaşmasıdır. Bu iki şirkət arasında razılaşma ola bilər, şirkətlə fiziki şəxs arasında razılaşma ola bilər, iki fiziki şəxs arasında razılaşma ola bilər, rezident və qeyri-rezident, yəni bizim ölkə vətəndaşı və xarici ölkə vətəndaşı arasındakı razılaşma ola bilər, yerli şirkət, xarici şirkət arasındakı razılaşma ola bilər. Fərq etməz, müqavilələrin adları dəyişə bilər. Amma net olan bir şey var ki, müqavilədə mütləq ən azı iki tərəf olması lazımdır. Əgər biz qarşılıqlı razılaşmadan bəhs ediriksə, iki tərəf olmalıdır. Biz bu günlərim alqı-satqıya baxırıq. Bir tərəf məhsulu alan tərəf, digər tərəf isə satan tərəf olması lazımdır. Ümumiyyətlə sənədləri hazırladığımız zaman satan tərəf hər zaman müqaviləni tərtib edər. Düzdür, Azərbaycanda biraz qəribə durumlar var. Kim söz sahibidirsə, o daha çox hazırlamağa meyillidir. Bu arada müqavilə bir mühasibin sənədi deyil, mühasib hazırlamalı deyil. Bu hüquqşünasın işidir. Amma Azərbaycan reallığına uyğun, iş bazarına uyğun olaraq müqavilələrin hazırlanması hüquqşünas tərəfindən olsa da, təsdiqlənməsi mühasiblər tərəfindən olur. Çünki ödəmə şərtləri, çatdırılma şərtləri, baş verəcək risklər, yəni əlavə faiz öhdəliyi yaradacaq öhdəliklər formalaşa bilər. Onun üçün mühasiblər də bunu incələməlidir. Biz də bu əməliyyatı bilmək məcburiyyətindəyik ki, baxa bilək, tərtib edə bilək və bir də həmin sənədi qeyd etmək üçün hardan hansı informasiyanı götürəcəyimiz, yəni satışda debitor hesabatı, aldıqlarımızda isə kreditor hesablamatlarımızı formalaşdırmaq üçün müqaviləmizi oxuya bilməliyik və qeyd edə bilməliyik. Baxın, müqavilənin nömrə ilə bölümləri var. Yəni, müqavilənin birinci bölüm predmeti, ikinci bölüm ödəniş şərtləri, məsəl üçün fars-major hallar, qarşı tərəfin öhdəlikləri, bizim öhdəliklərimiz, qarşı tərəfin məsuliyyəti, bizim məsuliyyətimiz. Amma bunlara aid olmayan bir dənə üst bölüm var. Hansı ki, hər müqavilədə mövcud olması lazımdır. Üst hissədə müqaviləyə adlandırmanın alqı-satqı müqaviləsi və nömrə deyə nömrə yeri boşdur. Biz müqaviləmizə nömrələndirməmiz lazımdır. Gəlirəm əməliyyatımıza. Müqaviləmizin nömrəsi mövcuddur. MA 2025, biz bunu eləyəcəyik 2026-cı il. Müqavilənin nömrəsi böl 10-dur, oktyabr ayı, biz bunu eləyəcəyik 01. Yanvar ayının birinci müqaviləsi. Uşaqlar, müqavilə nömrələriniz hər zaman nəsə bir alqoritmanı, bir ehtivanı özündə əks etdirməsi lazımdır. Arxa-arkaya sıfırlayıb gedə bilmərik. Baxın, mal alış müqaviləsi ilə kodladım ki, bilim ki, bu mənim kreditor müqavilələrimdir. Sabah çoxlu müqavilə önümə çıxanda bir vərəqləməyim ki, bu nədir, kimləndir, elə üstünə baxanda alış və satış müqavilələrimi ayıra bilim. Mal alış müqaviləsi neçənci ilin müqaviləsidir, neçənci ilin neçənci ayında bağlanmış hansı nömrəli müqavilədir? Yəni, müqavilədə müqavilənin özünün təyinatı, ili, bağlandığı ayı və neçə nömrəli müqavilə olduğu qeyd olunur. Kopyalayıram, gəlirəm müqaviləmə. Müqaviləmin nömrəsi yerində əlavə edirəm həmin əməliyyatı. Bu necə çıxır bu? Həmin əməliyyatı. Müqavilənin nömrəsi mütləq olması lazımdır. Nömrəsiz müqavilələr də olurmu? Bəli, olur, amma yerli müqavilələr deyil. Beynəlxalq bəzi müqavilələr nömrəsiz ola bilir. Müqavilənin mütləq tarixinin olması lazımdır. Bugün ayın 26-sıdır. 26-sı yanvar 2026-cı il. Hansı şəhərdə bağlanıb? Qeyd edilə də bilər, edilməyə də bilər, amma bizim inzibatçılığımızda qeyd edilməsi məsləhətdir. Və ilkin anlayışa gəlirik. Müqavilənin başlanğıc hissəsində nə olması lazımdır? Kimlər razılaşır?
Kim kimlə razılığa gəlir? Bu müqavilə kimlər arasında baş verir? O, həmin o şəxslərin təmsilçiləri kimdir? Bir də onu qeyd etmək lazımdır. Kimlər deyəndə mən tək bizləri nəzərdə tutmuram. Vətəndaş olaraq, şəxs olaraq biz nəzərdə tutmuram. Hüquqi və fiziki şəxslər də buna daxildir. Bir tərəfdən satıcı adlandırılacaq, məhsulu satan kimdirsə, onun adını və yaxud da hansı şirkətdirsə, onun adını qeyd etməliyəm. Gəlirəm ticarət əməliyyatlarıma. Alıcı Xəzər Market MMC-dir bizik. Satıcı kimdir? ABC Ticarət MMC. Birinci hissəsini həll edirik. Qalanları sizindir. Eləyəcəksiniz. Deməli, ABC Ticarət MMC imiş. ABC Ticarət. Bəli. ABC Ticarət Məhdud Məsuliyyətli Cəmiyyəti. Cəmiyyətin vönü, baxıram sənətimə, ki, sənətdə cəmiyyətin vönü mövcuddurmu? Deyəsən yoxdur, biz uyduracağıq. Bir dəqiqə, alış sənədim burada olmalıydı. Aha. Satıcı tərəf göndərmək məcburiyyətindədir. Bizsə fərq yoxdur, özümüz hazırlayırıq. Çünki satanda da bunu biz hazırlayacağıq, fərq etmir. Vön, uşaqlar 10 rəqəmdən ibarət olan bir rəqəmdir. Vergi orqanında şirkət qeydiyyata durduğu zaman ona verilən nömrədir. Açıqlaması vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Bu nədir? Azərbaycanın bütün vətəndaşları, Firuz, Azərbaycandakı bütün qeyri-rezidentlər, amma Azərbaycanda gəlir əldə edən, burada qeydiyyata durmuş şəxslər, Azərbaycanda qeydiyyatdan keçmiş bütün şirkətlər, hamısı vergi ödəyiciləridir. Yəni, bu mənbədən ölkə sərhədləri daxilində gəlir əldə edən kim varsa, hamısı bir ödəyicidir. Bizləri eyniləşdirmək üçün, yəni bütün ödəyiciləri eyniləşdirmək üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi olaraq bizi nömrələyirlər. Ki, sən bu nömrə altında mənim balansımda yerləşirsən. O, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi dövlətlə vətəndaş və yaxud da şirkət arasında bağlanan müqavilənin nömrəsidir. Belə yazıda saxlayın. Dövlətlə şirkət və yaxud da vətəndaş arasında bağlanan müqavilə nömrəsidir. Bizlə onun arasında nə əməliyyat olsa, vönün altında aparacaqlar. Filan nömrəli, filan vönlü ödəyici. Bizə başqa bir ad deməyəcəklər, bizə ancaq ödəyici deyəcəklər. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 olaraq ABC MMC-nin vönünü qeyd edirik və bizə nə deyir? Deyir, direktoru kimdir, onu qeyd edər. Yəni, ABC MMC-nin satıcını təmsil edən şəxsi kimdir? Biz deyirik, direktor Şurova Lamiyə, bizdə varmış Şurova Lamiyə. Şurova Lamiyə şəxsində və digər tərəfdən bura bitdi şəxsində. Birinci tərəfi bitirdik. Satıcının informasiyasını qeyd elədik. Cəzai qalsın. Cəza var. Olar. Bölümdə sonu 1 ilə 2 ilə tamamlayır. Sonra 1, 2 tutara bilər, 0-dan başlaya bilər. Biz burada real bölüm qeyd eləməmişik. Sadəcə qeyri-real, mən belə. ha da ha. Son bir Bir dəqiqə, 1-dən 9-a qədər ala. Sən orada var imiş, çox güman gedibdir. Ah, 10 dənə. Bir dənə də 0. Sən də könlün rahat olsun. Bəli, bu sadəcə qeyri-formal olan bir şeydir. İndi əsas məsələ nədir? Təmsilçisi kimdir? Şükürova Lamiyə şəxsində satıcı tərəf bitdi. Və digər tərəfdən alıcı adlandırılacaq. Bu fiziki şəxs də ola bilər. Hüquqi şəxs də ola bilər. Şirkətdə ola bilər. Heç bir fərqi yoxdur. Əsas alıcı kimdir? Burada artıq Xəzər Marketdir. Digər tərəfdən fiziki şəxs olaraq qeyd eləməyəcəyik. Bunu artıq deyəcəyik nə? Digər tərəfdən nə deyək? Sözləşməsi hə. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən
fəaliyyət göstərən. Biz kim idik? Xəzər idik biz, bəli. Xəzər Market MMC idik. Düzüldük. Mən niyə belə yazıram ki, buradan götürüm də. Məhdud məsuliyyətli cəmiyyəti qeyd etdik. VN yenə qeyd edək. Artıq o lazım olmayacaq. O nə zaman lazım olur bilirsiniz? Fiziki şəxs olardısa, bəli, onu qeyd etmək məcburiyyətindəydik. Amma biz VN-i qeyd edəcəyik. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Yenə də 0. Ki, Nicat bəyimizin xətrinə dəyməz. Onu oradan silək. Tamam. VN-i bunu da bağlayaq buradan. İndirək. VN-i yaşayış ünvanı bizə lazım deyil. Bir də baxaq cümləyə. Xəzər Market digər tərəfdən alıcı adlandırıcı müstəqil qanunvericiliyinə əsasən fəaliyyət göstərən Xəzər Market məhdud məsuliyyətli cəmiyyəti bu cəmiyyəti direktor kim olsun direktoru? Yaxşı. Zavur Hüseynov. Aşağıdakı şərtlər əsasında bu müqaviləni bağladılar. İndi bizə lazım olan yerləri də biraz bot yapalım. Uşaqlar, əsas bölümümüz bitdi. Kimlə kimin razılaşdığını, vönlərinin nə olduğunu qeyd etdik. İndi gəlirik hekayə bölümümüzə. Bu müqavilənin əsas ana məqsədi nədən ibarətdir? Yəni, predmeti nədir? Bu müqavilə niyə bağlanır? Onu qeyd edirik. Burada misal üçün şərtimizə baxaq. Deyir, bu müqaviləyə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları alıcının ona təqdim etdiyi sifarişdə göstərilən miqdarda satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaymə fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşma protokolunda, həmçinin qaymə fakturada göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Ana predmet budur. Predmet deyilən nə nəzərdə tutulur? Mən hansı sənədlərlə sənə nəyi satdığım barədə məlumat verirəm. Əgər bu satdığım mənim mal olmasaydı, xidmət olsaydı, xidməti burada əks elətdirəcəkdim. İş olsaydı, işi əks elətdirəcəkdim. Satdığınız şey bir dənədirsə, misal üçün siz nəqliyyat vasitəsi satırsınız, filan nömrə qeydiyyat nişanlı və yaxud da mühərrik motor nömrə qeydiyyat nişanlı. O zaman onu predmetə qeyd edə bilərsiniz. Amma iki ticarət müəssisəsi arasında bağlanan müqavilə müddətli, amma məbləğsiz müqavilə olur. Məbləğləri razılaşma protokoluna və təhvil təslim aktlarına əsaslanır. Sifarişlərlə. İstədiyi qədər qüvvədə olduğu müddətdə alış edə bilər, digəri satış edə bilər. Ona görə biz hər dəfə eyni müqaviləni bir də bağlamaq məcburiyyətində deyilik. Ona görə müqaviləni bir dəfə bağlayırıq və hər dəfəki razılaşmamızı dəyişə bilir sadəcə. Predmet necə olacaq? Predmetdə artıq burada müqavilənin tərkib hissəsində protokolda malları deyil, xidmətləri göstəriciləri əks olacaq. Eynidir. Bəli, yalnız xidmət dəyişəcək. Predmetin alt bölümləri nə deyir? Satıcı məhsulları alıcı tərəfindən sifariş verdiyi anda və ya tərəflər arasında razılaşdırılmış qısa müddət ərzində alıcıya təhvil verməsi
öz öhdəsinə götürür. Burada öhdəçilik qəbul edir. Məhsulların qiymətində dəyişiklik edildiyi halda satıcı bu barədə alıcıya əvvəlcədən məlumat verməlidir və yeni qiymətlər yalnız alıcının razılığı ilə tətbiq edilir. Bu nə deməkdir? Əgər mən satan tərəfəmsə, məhsulumun qiymətində əvvəl məndən almısan 5 manata, mən sənə satmışam 5 manata. İndi isə qiymətim dəyişir. Qiymətim mən durduq yerə dəyişə bilmərəm. Sənə artıq qiymətdən göndərə bilmərəm. Bu məlumatı sənə verməliyəm və sənlə biz təzədən razılaşmalıyıq. Belə deyək də, birinci hazırladığımız razılaşma protokoluna ikinci nömrəlini də əlavə etməliyik ki, artıq bu protokolla satış edirik. 1 ilə yox, 2 ilə. Bu predmet hissəsi. Bunları artıq oxumağa gəlməyəcəm. Hüquq və vəzifələri siz sadəcə incələyə bilərsiniz. Tərtib etmə hüquqşünasa aiddir. Tərəflərin hüququ nədir, vəzifələri nədir? Onlar qeyd olunur. Malın təhvil verilməsi şərtlərində isə, sizlər iştirak edə bilərsiniz, amma bu məlumatı hardan əldə edəcəksiniz? Satış departamentindən və lojistika departamentindən ki, hansı formada təhvil təslimə gedəcək? Bu müqavilədə qüvvədə olduğu müddətdə satıcının, kim idi bizdə satıcı? ABC idi də, düzdürmü? ABC MMC neydi? ABC adı yadımdan çıxdı. Ticarət MMC. Heç də dəstək olmuşsunuz. Ticarət MMC. Bura yox. ABC Ticarət MMC-nin ünvanında yerləşən obyektinə, kafe obyektinə boş ver, obyektinə və ya tərəflər arasında razılaşdırılmış digər məkanda satıcı tərəfindən alıcıya təhvil veriləcəkdir. Yəni, alıcının seçdiyi bir nöqtədə satıcı tərəf satdığı məhsulu alıcıya təhvil verməlidir. Bu mənim ambarım ola bilər, ambarımın ünvanını qeyd edə bilərəm müqaviləyə. Bu mənim ticarət mərkəzim ola bilər, satış nöqtələrim ola bilər, gətirib ora təhvil verə bilər. Fərqi yoxdur, amma qarşılıqlı razılaşılan yerdə satıcı təhvil verməlidir alıcıya. Satıcı malın təhvil verilməsi ilə birlikdə qayma fakturanı, çekləri və yaxud da digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Yəni, sənədlərimin orijinalını həmin anda mənə təhvil etməlidir. Görürsünüz, burada müqavilənin adını çəkmir. Niyə? Bu proses baş verə bilməsi üçün müqavilədə, razılaşmada öncədən həll olması lazımdır. Ondan sonra proses baş verə bilər. Prosesin baş vermə müddətində isə mənə hansı sənəd verilə bilər? Ödəmə sənədi, təhvil təslim qaiməsi, çeklə mənə verə bilər. Misal üçün, deyək ki, indi yeni retail sahələrində elədir. Yəni, nə deyirlər ona? Öz terminallarından çıxartdıqları çeklə təhvil təslim verə bilirlər. Amma biz təhvil qəbul aktı ilə, yəni təhvil təslim qaiməsi ilə qəbul edirik. Bu təhvil verilmə şərtləri bizi əlaqələndirən bölüm. Diqqətli olaq. Ödəniş və hesablaşma qaydaları. Biz hansı şərtlərlə ödəmə edirik və yaxud da hansı şərtlərlə ödənişləri qəbul edirik? Müqaviləyə əsasən alıcı malın dəyərinin ödənilməsini məhsulu təhvil aldığı anda nağd, postterminal vasitəsi və yaxud da bank köçürülməsi yolu ilə həyata keçirir. Biz bu şərtlə razıyıqmı? Razıyıqsa qalır, razı deyilsə dəyişəcək. İkinci, tərəflər arasında razılaşma olduğu halda alıcı məhsulun təhvil aldığı tarixdən etibarən bir iş günü ərzində bank köçürülməsi yolu ilə ödənişi həyata keçirilə bilər. Razıyıqsa olduğu kimi qalır, deyiliksə dəyişirik. Ödənişin nağd və ya postterminal vasitəsilə həyata keçirilməsi zamanı satıcı tərəfindən kassa çeki və ya ödəniş təsdiq edən digər müvafiq sənəd alıcıya təqdim edilməlidir. Razıyıqsa qalır, deyiliksə dəyişirik. Bu bizim ödəniş şərtlərimizdir. Yəni, alıcı və satıcı arasında olan ödəniş şərtlərimizdir. Bu şərtlər nəyə təsir edəcək? Bu şərtlər debitor hesabata təsir edəcək. Bu şərtlər kreditorların hesabatına təsir
təsir edəcək. Bu bizim pul vəsaitimizin hərəkəti hesabatına, cash flow-ya təsir edəcək. Çünki biz orada hesablayacağıq. Bizə nə qədər pul lazımdır ki, növbəti ayların ödənişlərini edə bilək. Müqavilə şərtinə əsasən biləcəyik ki, ödəmə vaxtımızdır, yoxsa yox. Qarşısı alınmaz qüvvə, force major hallarımız, yəni baş verərsə nə baş verir? Bu daha doğrusu həmişə standart olur. Bu qar yağanda qəza törətməyə bənzər, yəni. Hər kəs öz dərdinin arxasınca gedir. Konfidensiallıq bu müqavilə məlumatlarının iki tərəf də razılaşdırır ki, bizim qiymətlərimizlə bağlı, dəyərimizlə bağlı, keyfiyyətimizlə bağlı informasiyamızın təhlükəsizliyini qorumağa borcluyuq. Yəni heç kim heç kəsin informasiyasını üçüncü şəxsə ötürə bilməz. Konfidensiallıqda ondan razılaşılır. Tərəflərin məsuliyyəti öz üzərinə götürdükləri müqavilənin ləğvi qaydası. Baxın, bu ana bölümlər var, uşaqlar. 1, 2 gedir. Birincidə nə idi? Müqavilənin predmeti mütləqdir. Tərəflərin hüquq və vəzifələri qeyd olunmalıdır. Malların təhvil verilməsi şərtləri qeyd olunmalıdır. Hesablaşma qaydaları, ödəmə şərtləri qeyd olunmalıdır. Force major ola da bilər, olmaya da bilər, amma olsa daha yaxşıdır. Konfidensiallıq seçimdən bağlıdır. Ola da bilər, müqavilədə olmaya da bilər. Tərəflərin məsuliyyəti mütləq qeyd olunmalıdır. Kim üzərinə hansı məsuliyyətə götürübdür? Ləğv qaydası mütləq olmalıdır. Mübahisələrin həlli qaydası yenə olmalıdır. Qüvvədə olma müddəti digər şərtlərin içərisində də gedə bilər. Müqavilənin digər şərtləri də yenə müqavilə bitdikdən sonra əlavəsi kimi düşünün də, yəni ana qismdən necə deyim, məxsusi, xüsusiyyətlilik, funksionallıq daşıyan bir şeydir. Yəni standarta aid deyil, amma biz aramızda onu da razılaşırıq, yəni dəqiqləşdiririk. Bu artıq digər şərtlərə aiddir. Özlərini savaşır. Bəli. Ki, məsəl üçün, mənə malı gətirəndə temperaturu 25 dərəcə olsun ki, qəbul eləməyəcəm. Yəni, elə dəxilsiz bir şeylər, yəni. Və müqavilənin sonluğunda nə olur? Müqavilənin sonluğunda iki qarşı tərəfin informasiyaları olur. Yəni, rekvizitləri olur. Rekvizitlərdə çox zaman insanlar çaşqınlıq yaşayırlar. Yəni, rekvizit deyəndə aldıqları bütün informasiyanı qəbul edirlər, amma rekvizitlərin içərisində müəyyən bir qismi bankın rekvizitləridir. Yəni, müəssisəyə aidiyyəti yoxdur. Sadəcə müəssisənin bank hesabı olduğu şirkətin, bankın, filialının özünün məlumatlarıdır. Nə üçün müqavilədə var? Çünki onlardan istifadə edərək biri digərinə ödənişləri köçürə bilər və yaxud da bank rekvizitləri orada olmaya da bilər. Baxın, Azərbaycanda bu mütləq qeyd olunur, sənəddə lazımdır, Maliyyə Nazirliyi tələb edir. Amma bu situasiya deyim, dünyanın heç bir yerində bu qayda yoxdur. Sadəcə şirkətin adı, rəhbərin imzası və şirkətin möhrü qeyd olunur. Rekvizit sadəcə vöründən ibarətdir. Başqa da bir şey olmur. Tax in deyirlər, yəni o nömrəni qeyd edilir və başqa bir nömrə olmur. Səbəb bilirsinizmi niyədir? Çünki həmin rekvizitlər əgər ödənişlə bağlıdırsa, şirkət zaten ödəniş tələb etməsi üçün sənəd hazırlamalıdır. Mən Şamodan ödənişimi istəyirəmsə, mütləq Şamoya invoice, hesab faktura göndərməm lazımdır. Hesab faktura sonluğunda və yaxud da əvvəlində Şamo mənə pulu hansı hesabıma ödə deyə orada qeyd etməm lazımdır. Bu hesab bu koordinatlara ödə. Bu qədər məbləği. Gələn səfər o bankıma yox, başqa bankıma köçürməsini istəyə bilərəm. Yəni bu durmadan dəyişə bilər. Mən müqaviləni dəyişməliyəm onda hər anda. Dəyişməməm lazımdır. Yəni mənim ödəniş tələb etmə sənədim, ödənişin sənədi, yəni hakiliş deyək, belə deyək, invoice-dur. Mən o invoice-mu, hesab faktura, invoice eyni anlayışdır. O hesab faktura əsasında mən onu tələb edirəm həmin pulu və rekvizitlərim də onun üzərində olur. İndi birazdan həmin hissəni görəcəyik. Eyni şeyi kopyalayıb bu bir tərəfə də yönləndirib, hələ ki. Hələ ki belə qeyd edək. Satıcımız kim idi bizim? ABC Ticarət MMC. Alıcımızsa Xəzər Market MMC olsun. Qeydiyyat belə olsun, vörün fərqlidirmi? Fərqli deyil, vörünü də dəyişdirək.
Belə olsun. Hesab nömrəsini biraz dəyişdirək. Bura bitti. Bank yazaq. Sizlər üçün fərqli olsun deyə qeyd edirəm uşaqlar. Baxın, artıq buradan aşağı bax, biz hesablaşma hesabı, hey yazılan şey var ha bu sənədlərdə. Bildiyiniz hesablaşma hesabı gedir və yaxud da ki IBAN. İkisi də eyni anlayışdır. Şirkətin rekviziti bunlardan ibarətdir. Şirkətin rekviziti bu ikisindən ibarətdir. Və hesablaşma hesabı. Qalan informasiya bankımın adı, bankımın vönü, bankımın SWIFT kodu, hansı filialdır, onun kodu və müxbir hesabı. Müxbir hesab nədir? Müxbir hesab bankın öz hesabıdır. Yəni bizə pul köçürüldüyü zaman pul birinci gəlir bu rekvizitlərlə mənim bankıma, bankdakı bu hesaba, müxbir hesaba. Hər kəsin pulu, kimlər ki Rabitə banka köçürüblər gün ərzində, gəlir bu hesabda yerləşir. Rabitə bankın əməkdaşları bu rekvizitlərə əsasən bu vönün bu hesabına buradan pul çıxardıb özü yerləşdirir. Yəni bu bankın rekviziti bizim olan rekvizitimiz bundan ibarətdir. Və buraları da biraz dəyişdirək. Bəli. Başqa cür nə istəyirsən? Kağızla əllə vermək istəyirsən ödənişi? Yəni biz o tarixdən qurtulmuşduq. Başqa ölkələrdə olsa da bizdə yoxdur artıq. Min şükürlər olsun yəni. O problemimiz yoxdur. Nöqtə vergül səhvinə görə biz sən nə qədər bankdan qayıdıb gedirdik. Mühasib olanda bizdə məsəl üçün təzə başlayanda yazırdıq. Deyək ki, rəqəmi yazmışıq. Rəqəmi sözlə də yazmalıyıq da, düzdürmü? Yazanda 9-da Q-nın birini Q yazmışıq da təsadüfən də olubdu da, yəni hadisədir. Qayıt get düzəlt gəl. Qayıdıb gəlib düzəltmək bir şey deyildi. Onu bir də aparıb müdirə təsdiq etmək var idi. Ki, bir dənə imza möhür elə bunu aparıb. Əlbəttə. Kim ağaysan deyə o da. Tamam canım. Rekvizitlərimizi də qeyd etdik. Dəyişəcəm. Bəli. ABC ticarətdə var idi. Ticarət, eminci, direktoru qalsın. Burada isə artıq kim gedəcək? Bazarmarket MMC'nin direktoru kim idi bizdə? Tələsə başda. Tamam. İndi sizə bir dənə kulminativ nöqtə. Azərbaycanda qəbul oluna bilər. Dünyanın heç bir yerində rekvizitlər təkcə bir vərəqdə ola bilməz. Onlar mütləq digər sənədin hissəsinə düşmələri lazım. Yəni, belə deyək də, buradan biraz azalmalar verməliyik, bəli. Alıcılaşdırmalıyıq ki, sənədlər ora düşsün. Şurası bozulmuşsundan bunu. Hadise böyle kaldığını. Yox. Ama bizde ayrı sefer. Bəli. Bizde ayrı sefer olur. Olmalıdır değil. Olanda da heç kimə etiraz etmir. Bəli. Bizde mesela 25 Şubat'ta da yani ki banka rekvizitlerini verip verimler teknolojiden şeysi de. Aha. Çık versiyasını verimlerde onu. Böyle bir çık versiyasını kesinlikle. Yani böyle. Necə çıkmış hükmün? Yani ki bu kağıt verimleri, burada da rekvizitler yazılıp da onu böyle kesitler, bu burada kalır rekvizit. Yani başka bir yukarıda senin gözünüz var. Bildim. Ancaq rekvizit istəmişsiniz də ona görə. Uşaqlar, sənədimiz hazır. Mən bu sənədi yönləndirirəm sizə. Amma, gördük düşdü mü burada?
Amma bu sənədin digər hissələri ki var, onları bu sənədin əsasında işləməliyik. Amma ondan öncə nə göstərəcəm sizə? Birinci bunu mən bir daha saxlanit verim. Sizin üçün yönləndirirəm. Praktiki olaraq özümüz birbaşa tətbiq etməmiz lazımdır. Amma əlbəttə ki, mən izah edəcəm sizə. Bu müqaviləni hazırlama formatımız necə baş verəcək? Gəlirik bura. Çalışmamızda nə deyir? Özünüzdə qeyd götürün zəhmət olmasa. Mallar 10 çeşid ərzaq və istehlak məhsullarıdır. 10 çeşid məhsuldur. Protokolunu sizə göndərəcəm indi. Sonra hansı şərtimiz var? Aha. Hər partiya üzrə çatdırılma şərtini qeyd edin. Təchizatçının anbarından alıcının anbarına 3 iş günü ərzində çatdırılır. Yazma olmur. Hər partiya Ben şekil seçeneği nə tənbəlsən? Çatdırılma şərti 2 dəqiqə. Ehtiyat yoxdur. Dəqiqə. Hazır ederiz. Aha. Arkasında bəzi əməliyyat var, ona görə atmaq istəmirəm. Ya da gəlin belə eləyim də, sizin xətrənizə yaxşı təzədən edirəm. Ödəmə şərtləri də gəlsin buraya, baxın. Keçilir hər partiya üçün ayrıca qayma və bank ödəniş sənədləri tərtib olunur. Müqavilə üzrə ödəmə ümumi ödənişlər tam şəkildə həyata keçirilib. Bu sənə lazım deyil. Şərtə əsasən lazımdır. Baxım hansı var? Hə, şu. Boydan boy atarım sizə. Bəli, yönləndirdim uşaqlar. Bu müqavilədə girəcəyiniz şərtlər. Hər hansı sualınız olsa ünvanlayarsınız. Amma bir dənə də sizə bunu da göndərməm lazımdır. Oy. Bəli. Biraz da balacalaşdıraq. Amma bir dəqiqə. Özüm uşaqlar. Qiymətlərin razılaşma protokolu. Baxın, onun üst hissəsində nə mövcuddur? Xəzər Market MMC ilə Zəfər Qida MMC arasında bağlanmış 20 oktyabr 2025-ci il tarixində olan mal satış müqaviləsi və alqı-satqı müqaviləsi üzrə əlavə razılaşma 1. Sizdə hansıdır? Onu qeyd edəcəksiniz. Burada sizdə də dəyişən şeylər var. Misal üçün, sizin müqavilə nömrəniz mal satış idi, mal alış idi. Mal alış müqaviləsi idi. Tərtib edib sizə atdığım. Bəli, amma əlavə razılaşma nömrə 1 olacaq. Tarix eynidirmi? Müqavilənin tarixi o idimi? Dəyişəcəksiniz. Şirkət Zəfər Qida idi? Yox, ABC Ticarət idi. Kimlə razılaşırsınız? O. Bir tərəfdən satıcı kimdirsə onun direktorunu, informasiyalarını, müqavilənin baş hissəsində olan şeyləri doldurmanız lazımdır. Bəxtiniz gətirdi ki, burada məhsullar mövcuddur. Amma bu hissəni silirəm. Yəni silmək də necə silin? Özünüz hesablayaraq baxın, xəta olmuş ola bilər. Çünki o Word-dədir sizə göndərdiyim fayl. Onun içərisində rəqəm fərqi ola bilər. Siz burada vahidinin qiymətinə və miqdarına takılmanız lazımdır. Yəni yekunatlara diqqət edin. Amma mən sizə nəyi göstərmək istəyirəm? Biz uşaqlar nəyi razılaşdırırıq? O müqavilənin içində bunlar yox idi ki. Biz deyirik ki, şəkər tozu bu miqdarda, günəbaxanı bu miqdarda, unu bu miqdarda, miqdarlarını bilirik. Bu məhsulları bu miqdarda və bu qiymətdən razılaşırıq almalı. Bu miqdarın hamısını eyni zamanda bizə təhvil təslim eləməyə bilərlər. Məsəl üçün,
şəkər tozunun 1 hissəsini verib 4 hissəsini daha sonra da təhvil verə bilərlər. Növbəti satış partiyasında da verə bilərlər. Amma mən bu qədərinə görə razılaşıram ki, 6 kisənin biri 40 manatdan biz razısan, mənə 6 dənə kisəni 40 manatdan verməlisən. Və verəndə məndən münasibətlərin nə olacaq? Aşağı hissəni bir oxuyursunuz və mənə sualı ünvanlayırsınız. Sonunda yenə də hər iki tərəfdən imza mövcud olur. Aşağı hissə mənə lazımdırmı? Xeyr. Bu da protokol. Və uşaqlar, protokoldan daha sonra bizim edəcəyimiz tək şey qalır nə? Təhvil təslim aktı. Təhvil təslim aktında burada bizim şirkət Xəzər Market MMC əlbəttə ki, qeyd eləmişsiniz. Eləmişsiniz. Niyə qeyd eləmişsiniz? Çünki təhvil təslimi siz etmişsiniz. Siz alıcısınız. Təhvil təslim sənədi satıcının sənədidir. Onu satıcı sizə təhvil verir. Bayaqlar cümlədə sizin üçün vurğulayaraq oxuyurdum. Onu satan tərəf sizə təhvil verir. Sizin təchizatçınız. Biz alan tərəfi, o bizim sənədimiz deyil. Burada isə təhvil təslimi satanın mühasibi kimi hazırlamalısınız. Ona görə ABC MMC olaraq qeyd edəcəksiniz. Bu hissə bizə lazım. Ama burada sattık tarafı. Hanı? Malla alışveriş bilmezsin. Yox, hər sənəddə alıcı tərəf sənin olman lazımdır. Artıq sizdə olmayan sənəd varmı? Bunların üçü də sizdə var. Yox, gəlin işarəliyim bunu. Müqaviləni atmışdım. Qiymətlərin razılaşma protokolunu da atmışam. Təhvil təslim aktında şərti də göndərdim. Zəhmət olmasa başlayın üçündə işləməyə. Hə uşaqlar, müqaviləniz hazır olduğuna görə deyə düşünürəm. İndi müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşma protokolu sənəd verilən sənəd var, qeyri. Bu həm də müqavilənin əlavə razılaşması da gedir bunun adı. Müqavilənin əlavəsi də deyilir buna. Bunun belə deyək də sinonimləri sizin üçün niyə deyirəm? İlk görüşməsində sizdən soruşulduğu zaman ola bilər ki, sizin öyrənəcəyiniz adla deyil, başqa adla deyərlər. Sizdə tam təcrübə oturmadığı üçün fərqli bir şeymiş kimi qəbul edə bilərsiniz. Heç də bir şey deyil. QRP, qiymətlərin razılaşma protokolu, əlavə razılaşma protokolu, müqavilənin əlavəsi, hamısı eyni sənəddən bəhs edir. Sənəd nədən ibarətdir? Ki, mən filan nömrəli müqavilədə, filan kəslər arasında razılaşdırılmış bu nömrəli müqavilədə, bu tarixdə bu çeşid məhsulları və miqdarları üzrə razılığa gəlirəm və bu keyfiyyətdəki bunu bu qədər alsam bu qiymətdən mənə vermək məcburiyyətindədir. Bundan razılaşılırmı? Razılaşıldıqdan sonra bunun əsasında mənim verdiyim sifariş verən tərəf mənəm. Niyə? Çünki mən alıcıyam. Xəzər marketin mühasiblərindən gedir. Biz bir sifariş verdiyimizdə qarşı tərəfi ki, mənə bu 10 məhsulun hərəsindən 5 ədəd göndər deyəndə, o mənə bu razılaşmadakı qiymətə uyğun göndərməsi lazımdır. Buradakı keyfiyyətə uyğun göndərməsi lazımdır. Buradakı ölçüyə uyğun göndərməsi lazımdır. Yəni, mənim müqaviləm 1 illikdir, amma müqaviləmin içərisində istədiyim qədər razılaşma edə bilərəm. 1 nömrə, 2 nömrə, 5 nömrə, 10 nömrə, yəni uzana bilər. Çünki biz predmeti nə dedik? Dedik, qiymətlər razılaşma protokoluna əsasən formalaşacaq. Yəni, nə qədər protokol varsa, o qədər də qiymət razılaşa bilir. Bəs protokola hazırlığına nəyə diqqət eləməliyik? Birincisi, protokolun üst hissəsində protokol kimlərlə bağlanır, o qeyd olunmalıdır. Zəhmət olmasa, siz mənə birinci müqaviləniz önünüzdə açıq olsun və mənə oradan köməklik edirsiniz. Xəzər Market MMC ilə, bu sizin mühasiblər olduğunuz şirkətdir, Zəfər Qida MMC arasında bağlanmış deyil. Bizim şirkətimiz Zəfər Qida ilə mi bağlayır? Xeyr. Bizim qiymət ABC Ticarət MMC ilə bağlayır. Bəli, edirəm. ABC Ticarət MMC ilə arasında bağlanmış 20 oktyabr 2025-ci il tarixli müqaviləyə əsasən, bizim müqaviləmiz o deyil ki, sizin müqaviləniz hansı tarixdə bağlanıb? 26 yanvarda bağlanıb. Neçənci il? 2026-cı ildə bağlanıb. Bəli. Müqavilə nömrəniz nədir?
MA ilə başlayır nömrəsi. 26'sı birinci. Tarix bəli 2026-cı il yanvar ayı və 001 nömrəli müqavilə idi, düzdürmü? Evet. Sayılı alqı-satqı müqaviləsi üzrə bu da bizim bir nömrəli razılaşma protokolumuz idi. Bəli, olar. Nə ilə məşğuldur bəs? Gəlir necə əldə edir o? Həmin müəssisə. O da xidmət satır. Sən də müqavilə bağlamırmı? Tələbə ilə. Ödənişi nəyin əsasında edirsən? Bəli, xidmət müqaviləsinin kreditini kəsilirsən, kreditini ödəyirsən, o ödənişləri nəyin əsasında edirsən müqavilənin. O da onun da müştərisidir. Mütləqdir. Mən universitetə ödəniş edirəmsə, bunun bir əsası olması lazımdır. Mütləq bizim bir razılaşmamız var aramızda. O razılaşma hansı sənədləndir? Müqavilə ilə. Siz çox güman ki, tələbə ona diqqət eləmirsiniz, amma ilk girəndə sənədləşəndə o müqaviləni imzalamaq məcburiyyətindəsiniz. Yoxsa qarşılıqlı bir-birinizə öhdəliyi, vəzifə öhdəliyi necə götürə bilərsiniz? Onlar sizə hansı haqqla ixrac edə bilər və yaxud da hansı haqqla burada oxuyursan deyə bilir. Müqavilə şərtinə əsasən. Yəni, mal satmır, amma xidmət satır yəni. Təhsil xidməti satır. Hə, uşaqlar, müqaviləmizin tarixini qeyd edirik. Daha doğrusu, protokolumuzun tarixini. Hə, bir də bir şey unutmayın. Şahin müəllimdən diqqətli olun. Protokoldakı tarix müqavilənin tarixi ilə birəbir eyni olmaq məcburiyyəti yoxdur. Müqaviləni bağlaya bilərəm yanvarın 26-sı, protokolu imzalaya bilərəm və yaxud da hazırlaya bilərəm fevral ayının 1-i. Yəni, bu tarixin müqavilə tarixinə dəxli yox. Əlbəttə ola bilər. Əvvəl ola bilməz. Tamamilə doğrudur. Protokol müqaviləyə əsaslandığı üçün tarix müqavilə tarixindən öncə ola bilməz. 26 yanvar deyək yenə. 2026-cı il. Razılaşmada da qeyd olunur. Deyir, bir tərəfdən Zəfər Qida MMC bundan sonra alıcı adlandırılacaq. Zəfər Qida MMC alıcıdırmı? Xeyr. Birincisi, bizim Zəfər Qida ilə əlaqəmiz yoxdur. Bu ABC bəli, alıcı Xəzərdir. Ticarət MMC qeyd edəcəm. Misələ satan tərəfi qeyd edirik də. Alan tərəf bu tərəfdədir. Şeyin vönü nədir uşaqlar? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 0 ABC-nin vönünü qeyd elədim. Direktorun adı nə idi? Şirova Lamiyə Satıcı. Bəli, artıq bundan sonra satıcı qeyd edəcəyik. Ki, bu şəxs bundan sonra satıcıdır və digər tərəfdən Xəzər Market MMC vönü nə idi bunun? 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0 MMC baş sözün buradan silirəm. Baş direktor başqa bir anlayışdır. Açıq səhmdar cəmiyyətlərdə ola bilir. İdarə heyətinin rəhbəri kimi. Direktor şəxsində Zaur Hüseynov bundan sonra alıcı. Fərq etmir. Əsas odur ki, alıcının kim, satıcının kim olduğu bilinsin yəni. Birlikdə biz bunlara tərəflər deyirik. Müqavilədə bundan sonra tərəf olaraq izah olunur onlar. Onlar arasında bağlanılan 26 yanvar bəli 2026-cı il tarixindəki bəli bunu buradan da kopyalaya bilirik ya uşaqlar. Mən cümləni özüm ümumi etmədim ki görəsiz. Bir sayılı alqı-satqı müqaviləsinə bundan sonra müqavilə və nömrəsi bəli emanı təzədən bura istinadən aşağıdakılar barədə razılığa gəldilər. Aşağıdakılar nədir? 1. Bu əlavə razılaşmaya əsasən satıcı alıcı tərəfindən verilən sifarişə və həmin sifarişdə göstərilən miqdarlara uyğun aşağıda göstərilən malları satır. Alıcı isə həmin malları qəbul edərək
Əlavə razılaşmada göstərilən qaydada dəyərini ödəməklə alır. Elə bir müqavilənin içindəki şərti biraz daha açıqlayırsan burada. Və aşağıdakı cədvəldə nə mövcuddur? Məhsulların sıra nömrəsi, adı, ölçü vahidi, hansı ölçü ilə ölçülür o, miqdarları, ölçü vahidinə uyğun miqdarı, vahidinin qiyməti, qiymət sözü uşaqlar birlə necə deyim, mütənasibdir. Vahidlə mütənasibdir qiymət. Məbləğ rəmlə mütənasibdir. Əgər bir şeyin arxasında qiymət varsa, o nəyinsə təkinin birinə düşənin qiymətindən gedir söhbət. Yəni, altılı miqdarı bir dənəsinin qiyməti 40 manatdır, cəmi qiyməti 240 manatdır. Bəli, edirəm. İndi buradakı situasiya nədir? Kisədə ola bilər ki, nə qədərdir kisə? 25 kiloqramlıq qeyd eləmişik. Görürsünüz, əgər bir yerdə ölçü varsa kisə olaraq, məhsulun adını çəkisiz yaza bilməzsən. Çünki neçə kiloqram olduğu necə müəyyənləşdirəcəksən? Bu məhsuldan şəkər tozundan 10 kisə də ola bilər, amma onlar 7 kiloluq ola bilər. Deməli, məhsulun adında onu qeyd etmən lazımdır. Ki, bu neçə kiloluq məhsuldur? Lüyo ola bilər, düzdürmü? 3 kiloluq düyü, 1 kiloluq düyü, 10 kiloluq düyü kisələri, unlar 1 kiloluq, 5 kiloluq, 10 kiloluq, 50 kiloluq. Hamısı kisədə də düzdür, amma ölçümləri fərqlidir. Qiymətləri də ona mütənasib. Onun üçün məhsulların qabağında ümumi bir qramaj çəki varsa qeyd etmək lazımdır. Burada ölçüm vahidində nədirsə bu qiymət ona aiddir. Bir kisə şəkər tozunun qiymətidir 40 manat. 1 kilo şəkər tozunun qiyməti deyil. Bəli, 40 manatı 25 kiloqrama bölsən 1 kilonun qiymətini taparsan. Burada bir kisədən gedir. Biz mal alırıq burada, mal. Mal nə idi? Alıb heç bir emal prosesi aparmadan satdığımız məhsul. Düzdürmü? Mən bu malı alıram. Necə alıram? 25 kiloluq kisələrlə. 100 dənə 25 kiloluq kisəm varsa 100 ədəd malım var deməkdir mənim. Çünki mən onu satanda da kisə ilə satacam. Açıb kilo ilə satmayacam. Yəni, o mənim malımdır, 25 kiloluq. Adını da belə qeyd elədim. Qeyd edirik, cəmini qeyd edirik və aşağıdakı şərtlərə baxaq. Deyir, razılaşdırılmış. Bu nədir belə? Burada əlavə görün, bunları silə bilirəm. Delete. Qəşəng. Deyir ki, ikincidə razılaşdırılır ki, mallar alıcının Bakı şəhərində yerləşən ambarında satıcı tərəfindən alıcıya təhvil verilir. Müqavilə şərtimizə uyğundurmu? Mallar alıcının Bakı şəhərində yerləşən ambarında, yəni haranı göstərir məkanı ki, təhvil təslim harada olacaq? Alıcının ambarında, Xəzərin ambarında satıcı tərəfindən alıcıya təhvil verilir. Bu müqavilə şərtimizə uyğundurmu? Müqavilə şərtinə çatdırılmaya baxırsınız. Əgər eyni təyinatlıdırsa, hələ günə keçməmişəm. Alıcı malların dəyərini mallar qayma fakturaya əsasən təhvil verildikdən sonra 10 bank günü ərzində köçürmə yolu ilə satıcıya ödəyir. Baxın, müqavilə şərtimizdə nə var idi bizim? Əvvəlcədən biz ödəyirdik, sonra ödəyirdi. Nədir onun adı? Mal gəlirdi. Daha sonra biz malın ödənişini ödürdük. Amma əlavə razılaşma nə deyir? Misal üçün yeni bir şərt var ortada ki, mallar gəlsin, təhvil təslim edəsən, təhvil təslimdən 10 gün sonra ödəyəcək. Mən nəyə əsas götürməliyəm? Əlavə razılaşmalı. Müqavilə mənim standart şərtimdir. Əlavə razılaşma məxsusi bu partiyaya aid olan şərtimdir. Bu partiyada nə cür razılaşdım ki, 10 gün sonra ödəyəcəm. Gələn səfərdə müqavilə şərtlə eləyərəm. Və yaxud da ki, gələn səfərlə tamam başqa şərt razılaşaram. Müqavilə mənim standart şərtlərimdir. Əlavə razılaşma protokolu QRP isə vahid partiya var, satışım var mənim, alışım və yaxud da ki, onu əlaqələndirən şərtlərdir. Bunu dəyişib həmin o şərtə də uyğunlaşdıra bilərsiniz. Bu formada saxlaya da bilərsiniz. Ta ki, siz bu sənəd əsasında əməliyyatlarınızı aparmanız lazımdır. Artıq biz ardıcıllıq prinsipini necə formalaşdığını görəcəyik. Bu sənədləri tamamlayaq, bir şərt yazacağıq
Necə şərt? Bu əməliyyatın çalışmasının şərtini. Çalışmanın şərtini sənədlərimizə əsasən edəcəyik. Sizlər həmişə şərtin əsasında əməliyyat aparmısınız. İndi siz sənədin əsasında əməliyyat aparmaq məcburiyyətindəsiniz və tarixləri də doğru şəkildə qeyd eləməlisiniz. Baxın, mən burada əlavə tarix qeyd eləmirəm. Siz kalendara uyğun olaraq müqavilədən başlamaq şərti ilə sənədin tarixlərlə nisbətdə əməliyyat aparmalısınız. Köçürmə yolu ilə ödənişlər satıcının müqavilədə göstərilən bank hesabına edilir. Bunu müqavilədə yox, hesab fakturada deyək. Dəyişdim sizin üçün 4-də satıcının hesab fakturada göstərilən bank hesabına edilir. Çünki müqavilədəki əməliyyat standart deyil ki, mən hesabda verdiyim rekvizit nədirsə orada ödənməlidir. Ödənişlərin həyata keçirilməsi ilə bağlı satıcının bankının bank xərcləri və komissiyalar satıcı tərəfindən, alıcının bankının bank xərcləri və komissiyaları alıcı tərəfindən qarşılanır. Bu standartdır, bunu dəyişmirsiniz. Hazırki əlavə razılaşma istinad edir. Xəzər Market MMC ilə artıq buranı dəyişirəm. ABC, bəli, MMC arasında ticarət MMC arasında bağlanmış. Bəli, indi gələcəm hara? Burada mənim var axı həmin bölümüm. Kopya. Edirəm. Saliyə qədər olan yeri vururam. Müqaviləyə uyğun olaraq tərtib edilmişdir və sözü gedən müqavilənin qüvvədə olduğu müddətdə etibarlıdır. Müqaviləmiz nə qədər müddətdə qüvvədədir? 3 gün niyə? 3 ayı da dəyişin orada zəhmət olmasa. Onu çalışın 1 il edin. Çünki müqavilə müddəti hər zaman bəli, ən azından 1 illik qeyd olunması lazımdır. Hə, sən başqa da indi. Niyə atım ki? Bunu mən hazırladım da. Bu mənim əməyimdir da. Siz də hazırız, sizin də əməyiniz olsun. Tərəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada, habelə hazırki müqavilənin şərtlərinə uyğun digər tərəf qarşısında məsuliyyət daşıyırlar. Digər tərəf deyilən dövlət qurumlarıdır. Niyə ki? Biri digəri qarşısında məsuliyyət daşımasın? Müqavilədə yox idi, tərəflərin qarşılıqlı məsuliyyəti və öhdəliyi. Qeyd edilən müqavilənin bu əlavə razılaşma nəzərdə tutulmayan şərtləri əlavə razılaşma əsasında tərəflər arasında yaranan hüquq münasibətlərinin tənzimlənməsi üçün də keçərlidir. Yəni, bu sənəd məhkəmədə də qüvvədədir. Qaimədə qeyd olunan malların satılması üzrə ümumi məbləğin 60%lik hissəsi əvvəlcədən avans olaraq alınmışdır. Yox, bu şey deyil. Bunu sənin şərtinə görə dəyişə də bilərsən, əlavə də edə bilərsən. Amma sən burada nə dedin? Şərtin burada nədir sənin? 10 gündür, düzdür? Avans şərti burada yoxdur. Bunu bu cür əlavə eləmək doğru əməliyyat deyil. Bu əməliyyatı harda etmək lazımdır? Bunun içərisində. Yəni 3-ün içərisində. Çünki üstə nə demişəm? Demişəm ki, qaymə fakturaya əsasən təhvil verilən 10 bank günü ərzində köçürmə yolu ilə satıcıya ödəyəcəm. Bir bənddə zaten necə eləyəcəyimi qeyd eləmişəm. İkinci bənddə deyirəm ki, artıq bunu belə eləmişəm. Keçmişdə baş vermiş əməliyyatı, bəli, bu doğru yazılış forması deyil də. Keçmişdə baş vermiş əməliyyatı sən necə əks elətdirə bilərsən ki, cari sənəddə? Yəni, əgər sən onu ödəmisənsə, deməli, protokoldan sonra ödəməliydin də. Əvvəlincə ödəmisən. İki bunu protokola yazmışsan. Bu sətri silirsiniz komple. Bunu da silməklə siz burada ödəniş şərtində əvvəlcədən ödənməlidir. İstəyirsənsə onu əlavə edə bilərsən. O müqavilənin şərtidir. Protokol razılaşmanın şərtidir. Müqavilədə, baxın biz necə razılaşmışıq biz. Ümumi hər şey sizinlə razılaşmışıq. Amma razılaşma protokolunda isə hal-hazırki etdiyim alışı razılaşıram. Bu partiyanı. Gələn səfərə aidiyyatı yoxdur bunun. Hələ buna əsaslanıraq. Gələn səfərə qədər fikrimiz dəyişsə, o zaman bir dənə də razılaşacaq. Bir dənə də protokol sənədi hazırlayacaq. Amma müqavilə olduğu kimi qalacaq. Tamam, bu əməliyyat da getdi və mən yenə dayandırıram.
Uşaqlar burada ABC-yi də düzəldək. Baş direktoru silək. Tamam. Satıcı ABC Ticarət, alıcı Xəzər Market, doğru. Tamam. Burada da var nəsə aşağı səhvində bir şey xeyr. Vəssalam uşaqlar, mən bitirdim. Sıra təhvil təslim üzərindən də gedəyim. Bayağı bir məlumat əldə etdik. Vacib əməliyyatlardır bunlar. İndi təhvil təslim sənətindən də sonra sizin bütün sənədləriniz hazır olacağı üçün inşallah biz bir dənə yerdə qalır nə sənətimiz? Hesab faktura sənətimiz. Biz Xəzər MMC olduğumuza görə hesab fakturanı biz hazırlamayacağıq. Hesab faktura ödəniş tələbi sənədidir. Bunu bizə ABC göndərməlidir ki, al bu sənəddən mənim pulumu ödə. Pul istəyən göndərir. Qarşı tərəf deyəndə satan tərəf göndərir. Çünki bizə debitor var idi 211. Debitorumuz bax o hesab faktura ilə formalaşır. Göndərirəm, o da mənə hesab faktura bir dənə düzəlir də, 2 dənə hesab faktura olmur. Göndərsən də qarşı tərəfdə qalırsan. Bəli, onu inşallah həftə sonuna edəcəyik artıq. Baxıram, belə sürətli keçir, bəlkə həftə içinə etdik. Bilmək olmaz. Təhvil təslim sənədi satış edən kimdirsə, yəni malı təhvil verən kimdir, aktivin üzərində nəzarət ötürən kimdir, onun sənətidir. ABC Ticarət MMC qeyd edirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0. Sıfırın biri çox oldu. Təhvil təslim aktı. Təhvil təslimimizin tarixi nə vaxtdır? Hazır olan Aytan xanım, sən də idi hazır. Təhvil təslim. Necə ola bilir 26 yanvara? Bizim müqaviləmizin tarixi və yaxud da müqavilə şərtimizdə Leyla xanım nə var idi? Avansı ödəyəndən 3 gün sonra bizə təhvil təslim verməli idilər. Bəli, 29-u ola bilər, 28-i ola bilər, 27-si ola bilər. Belə sıxsan 26-sı da ola bilər, amma görünən yəni reallıq deyil. Ən azından bir gün fərqlə təhvil təslimin olması lazımdır, düzdürmü? Deyək ki, nə zaman ediblər? Daha yaxşı mənimsəyək deyə qeyd edirəm mən. 29 yanvar 2026-cı ildə təhvil təslim eləmişik Bakı şəhərində. Biz aşağıda imza edənlər kim? Doğru. Direktorun Şəqqət deyil. Allah Abesini başlayır. üzərində aşağıda imza edənlər bir dəqiqə məni çaşdırırsınız. Xəzər Market C'nin kim idi direktoru? Lamiyə Şükürova. Lamiyə Şükürova və Abesini bəli ABC ABC yazmadıq. Bizə Zaur idi. Bizim baş direktoru və ABC Ticarət MMC-nin baş direktorunu ləğv edək. Direktor özünün çalışan əməkdaşı. Direktoru. Əməkdaşı silmədin mi? Lamiyə Şükürova bu aktı tərtib edirik ondan ötürü ki, həqiqətən yuxarıda qeyd olunan tarixdə aşağıda göstərilən malları təhvil təslim etdik. Yəni saydı,
keyfiyyətinə baxdıq, miqdarına baxdıq, ölçüsünə baxdıq. Razılaşmada göstərilən konfiqurasiyalar nədirsə, nəyə razılaşmışıqsa, eynidirsə, bəli, Zarın asılı düşürür, zarı sözlür. Nasıl bir şey bilgilerinde olacak? Tamam. Enteresan. eynən bu cür sənədləşdirilir. Orada banka hesaplaşacağız. Necə yəni mallar? Saymağı deyirsən, təhvil ambardar alır da. Farklı alışveriş. Yani Ambardara bu sənəd gəlir, ambardar bu sənədi təsdiqləyir, göndərir mühasibatlığa. Mühasibatlıq onun əsasında giriş edir. Bir şey yardım ediyor. Kimse Giriş edir. Hə? Gəlib mənasındadır. Ama bakmadan göstermiyor. Olar. Mən də onu artırıram da elə. Sizdə nə idi məsəl üçün birinci mal fakturanızda? Yəni kopyalayıb bura onu da ata bilərsiniz. Amma bu göstəriciləri olmalıdır. Sayı, ölçü vahidi dediyimiz kimi fakturada. Bax görürsünüz burada ölçüsü yoxdur. Məhsulun adı var, sayı var, vahidinin qiyməti var və cəmi məbləği var. Əksər hallarda təhvil qəbul haqqında bunlar olmur. Təhvil qəbul haqqında sənədin adı var, yəni məhsulun adı var, ölçü vahidi var və sayı var. Yəni vahidinin qiymətinin cəmi məbləğin ambardara dəxli yox. Sayıda değilsiniz. Bəli, onun üçün əsas say və digər göstəricilər əhəmiyyətlidir. Siz ona görə burada bu iki hissəni nəzərə almayacaqsınız. Sayını kopyalayaq bu tərəfə verək. Sayı, burada isə bəli, ölçü vahidi deyək. Sayı da burada var. Bəli, bu hissəni də silmək lazımdır. Tamam. Birinci məhsulu deyin, zəhmət olmasa, şəkər tozuydu, düzdür? 6 aylar. Kişilərin şeylərin. Ölçü 25 kiloqramlıq, düzdür? 6 Ölçü vahidi 2 səb, miqdar 6 ədədə, Vahidi de 40. qiymətin dəxli yoxdur. Bax, qiyməti sildim, görürsünüz. Maşallah. Təhvil verdi, təhvil aldı. Kim təhvil verdi, kim təhvil aldı. Burada artıq yazacağınız şeylər təhvil verən ad soyadı ilə təhvil alanın ad soyadıdır. Yəni Xəzərin ambardarı ilə şeyin satış menecerinin adıdır. Yəni təhvil, müdürlər burada söhbətdə yoxdur. Söhbətdə olan müdürlər yuxarıdadır. Yəni bizim nəyə əsaslandıq? Biz yenə hansısa tarixli sənədli müqaviləmizə əsaslandıq. Razılaşanlar bizi, bu da təhvil təslimin aktının son yekunudur. Zəhmət olmasa indi tamamlayın. Tamamlayandan sonra şərtlərimizi qeyd edək. Bunu davamlı gətirin. Bəli. Protokolumuzu və aktınızı da hazırlayın ki, 3 dənə əsas sənədimiz hazır olsun və biz əməliyyatımızın şərtini yazmağa başlaya bilək.